Azərbaycanda xəstə tək həkimlə problem yaşamır ki, dərmanlarla problem yaşayır. Doğrudurmu? Azərbaycana gələn dərmanlara kim nəzarət edir? Dərmanlara adlar qoyulur. Dədələrin adını dərman adına yazırlar, gətirirlər, satırlar. Və eyni zamanda Azərbaycana gələn dərmanların qiymətləri məsələsi ciddi məsələdir. Elə bax, çox ciddi məsələyə toxunursunuz, bağışlayın. Qeyd edeyim ki, bax elə yenə də Türkiyədən misal çəkirəm, dərmanlar da pulsuz verilir. Sığorta qarşılayır. Pulsuz qoyacaqlar bəy. Aptekdə olan 2 manatlıq dərman Türkiyədə istehsal olunur. Ya Azərbaycanda neçədir? Ən azı 70 manat. 30-40 manat. İndi daha biraz azaldı. 2 dəfə, 3 dəfə də baha deyil. Ən azı 7-8-10 dəfə. Həm də tərkibi o tərkib deyil ha. Təbii də gedirlər, hətta Avropada belə bizimkilər öyrənib. Bir eyni adlı dərmanın komponentlərindən birini çıxardıblar, ucuz qiymət onları ödəyirlər. Gəlib oradakı qiymətdən də 3 dəfə Azərbaycanda həm dərmanı satır. Baxın, bir Alman apteki var. Mən bilmirəm kimindir, nədir, nə deyil. Bax, dünən elə bir tanış adamla söhbət eləyirəm. O istifadə edir deyənə danışır. Deyir ki, Almaniyada mən bu dərmanın qiyməti Almaniyada bizim pulla 70 manatdır. Gəldim, deyir, burada 200 manat. Tərkib də eyni deyil. Tərkib də deyir, eyni deyil. Deyir, biz elə bilirik ki, Alman aptekindən alırıq. Sən demə, deyir, bu oradan gətirəndə də bu tərkibdə dəyişikliklər eləyirlər. İndi mən bilmirəm, bu sadəcə iddiadır. Qarşı tərəfə Təşsar bəy, indi biz amma qiymət Cahangir bəy vicdan dinin yarısıdır da. 70 manatdırsa, sat bunu 130 manata da. 120-yə sat, 140-a sat, 200-300 yox da. Bu görsün nə qədər problem. Azərbaycan vətəndaşı başdan ayağa problem içərisindədir. Bəli. Xəstə olan bir insan bütün qohum əqrəbası çalışır ki, o xəstəliyindən xilas olsun. Hər kəs imkanlarını ortaya qoyur. Nəticədə məlum olur ki, xəstə dünyasını dəyişir və bunlar da müfsizləşir. Bəli. Nə xəstə sağalır, insanlar da maddi cəhətdən böyük bir travma yaşayır. Adicə bax, şəkər xəstələrinin pay verdikləri, dövlətin verdiyi glikofoş deyəsən, faş, nəsə belə bir adı var, bilmirəm. 1000-lik, 500-lik müxtəlif dərmanlar var. İstifadə edənlərdən də soruşuram. Hamısı deyir, elə bir mel içirsən də, mel yoxdur. Yəni təsir imkanları yoxdur bu dərmanların. Bu vətəndaş... Amma həkimlər də o dərmanı yazır. Məcburdur da, neynəsin? Yox, başqa dərman olsa da onu yazırlar, Zahar bəy. Sifarişdir ki, sən bu dərmandan bir gündə nə qədər yazmalısan. O da olur, nəsə şirkətlərlə... Yox, onlara sifariş gəlir də. Baş həkimə deyirlər ki, çətələşmə budur da. Baş həkimi niyə özlərinin adamı qoyurlar? Ona sifariş gəlir ki, sənin həkimlərin bu dərmanı yazmalıdır. Bəli. Bu cinayət qruplaşmasıdır, Zahar bəy. İnsan ölümünə səbəb olurlar. Həkimlərlə hakimlər insan taleyinə eləyir. Azərbaycanda da ikisi də fəlakət cərzindədir. Hakimlər də qanunların dışında qərarlar verirlər. Həkimlər də qanunlar dışında insan öldürürlər. Bu həkimlər də o cinayətə... Yox, mən bütünlükdən danışmıram təbii ki. Mən baş verən cinayətdən danışıram. Bu cinayət də Azərbaycanda sonsuzdur, çoxdur. Az deyil. Söhbət ondan gedir. Azərbaycanda da həkimlərdən danışırıq. Təbii ki, Azərbaycanın çox şərəfli həkimləri var. Mən də tanıyıram, siz də tanıyırsınız. Azərbaycanda çox ləyaqətli, işini bilən peşəkar həkimlərimiz var. Onlardan biz danışmırıq. O həkimləri də hörmətdən salanlardan danışırıq, Zahar bəy. O həkimlər ki, Azərbaycan ləyaqət dövlətlərini də bu ölkədə sıxışdırırlar. Onları da qoymurlar sözünü danışmağa ki, nə tanınsınlar, nə söz sahibi olsunlar. Bu cürə sistemdən danışdığımız bir yerdə biz xəstəlikdən hələ danışdıq ki, xəstəlidir insan. Hələ sual olunmalıdır. İnsan niyə xəstələdir? Onu da araşdırmalıdır. Bu ayrı mövzudur artıq. Çox ciddi məsələdir.